Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda 21-ci sualın izahına baxacağıq. İzaha baxmamışdan əvvəl yoxla gör özün həll edə bilirsən, yoxsa yox. Cavab 68 metrdir. Deməli, sualda deyir, x oxu boyunca hərəkət edən cismin koordinatının zamandan asılıq qrafiki verilmişdir. Müşahidə anından keçən 8 saniyə zaman müddətində cisim neçə metr yol gedər? 8 ardasa buralara bir yerə düşür, onu qeyd eləyirəm. İlk 5 saniyə ərzində koordinat tənliyindən, qrafikindən görünür ki, sıfırdan gəlib 50-yə, yəni 50 metr yolumuz var əvvəlcədən. Bunu qeyd eləyək. Sonra biz bu 3 saniyə ərzində neçə metr yer dəyişmə etdiyini tapmalıyıq, neçə metr yol getdiyini tapmalıyıq. Bunun üçün əvvəla təcili tapaq. Deməli, s bərabərdir at kvadratı bölü 2-dən. A-nı tapıram, olur 2s bölünsün t kvadratı. 2 vurulsun. Bax, buradan bura qədər olan hissəni götürəcəm. S-in yerinə 50 yazacağım, t-nin yerinə 5 yazacağım. 5-in kvadratı. Buradan alacağım təcil 4 metr bölü saniyə kvadratıdır. Bərabər təcilli hərəkət olduğuna görə təcil konstant qalır. Buradan bura 5 ilə 8-in arasında da 3 saniyə vaxt keçir. İndi tapacağım görüm o 3 saniyə ərzində nə qədər yol gedər. Yenə at kvadratı bölü 2 yazacağım. 4 vur 3-ün kvadratı bölü 2. Bu da eləyəcək 18 metr. Belə. Burada 18 metr. Bayaqdan qeyd eləmişdim ki, başlanğıcda da 5 saniyə ərzində 50 metr yol gedib. Sonraki 3 saniyədə də 18 metr gedib. Ümumilikdə 68 metr yol getmiş olar. Həll eləyə bildim məsələni.